Süleyman. Mənə bu yaşımda top tüfəklə toy eləmək yaraşmaz. Mənimki bir nəfər molla, 3 manat pul, bir kəllağan. Məsəlam, tamam. Budur Süleyman. Bir arvad gövdən 100 nəvəlmə düşmüşdür, daha ağlıca durmuşa. Bir zalim oğlu Arşınmalçı, hardan gəlib üstü bilmirəm. Arşınmalçı? Tacir əskər Arşınmalçının zaten tayı deyil. O kimdir? Mənim dostum yaraşıqlı, varlılı, ağıllı, özdə mötəbər bir oğlan. Sənin dostun ne istəyir? Mənim dostum səndən qohum olmaq istəyir, bəy. Süleyman mənim qızım elə uşaqdır ki. Bəy, mən bilən gərək sənin qızın uşaq olmasın. Axı mən onu heç tanımıram ay Süleyman. Bəzzat Hacı Mürsəlin oğludur, gərək ki tanıyasan. Tanıdım. Sultan bəy, təvəqqə edirəm ki, mənə etibar edəsən. Çox yaxşı oğlandır. Onunla qohum olmaq sənə hər cəhətdən sərfəlidir. Əgər Əskər bəy doğrudan da pis adam olsaydı, mən heç sənin qapına gəlməzdim də. Doğru deyirsən Süleyman. Mənim bu tacir tayfasından əvvəlindən xoşum gəlir. Yoxsa bu çitildir, doktordur, mahturdur. Bunlardan şey çıkmaz. Allah xeyir versin. Allah xeyir versin. Çox mübarək. Çox mübarək. Əşarə gedirsə rəhmətliyin oğlu, elin adəti var, qanunu var, ağzını şirin elə yinən.